أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. واتل ما أوحي إليك من كتاب ربك لا مبدل لكلماته ولن تجد من دونه ملتحدا. واصبر نفسك مع الذين يدعون ربهم بالغداة والعشي يريدون وجهه ولا تعد عيناك عنهم تريد زينة الحياة الدنيا ولا تطع من أغفلنا قلبه عن ذكرنا واتبع هواه وكان أمره فرطا. وقل الحق من ربكم فمن شاء فليؤمن ومن شاء فليكفر. إنا أعتدنا للظالمين نارا أحاط بهم سرادقها وإن يستغيثوا يغاثوا بماء كالمهل يشوي الوجوه بئس الشراب وساءت مرتفقا. إن الذين آمنوا وعملوا الصالحات إنا لا نضيع أجر من أحسن عملا. إن الذين آمنوا وعملوا الصالحات إنا لا نضيع أجر من أحسن عملا. أولئك لهم جنات عدن تجري من تحتها
يحلون فيها من أساور من ذهب ويلبسون ثيابا خضرا من سندس واستبرق ويلبسون ثيابا خضرا من سندس واستبرق متكئين فيها على الأرائك نعم الثواب وحسنت مرتفقا متكئين فيها على الأرائك نعم الثواب وحسنت مرتفقا صدق الله العلي العظيم. من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، نحمده ونشكره ونستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه. الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا ومولانا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد ثم الصلاة على إترته المكرمين وسيما بقية الله في الأرضين ولا الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Ya Allah, bizim bir silsiləvari çıxışımız var idi. Qurana baxış, Quranla ünsiyyət. O inşallah saxladım bu cümə. Bugün mübarək bir gündür. İmam Rıza ilə bağlı bir gündür. Rauf imamımızla bağlı bir gündür. İstədim bu günü həsr eləyək İmam Rıza əleyhissalama. Və Allahdan arzum o şəxsiyyətin ziyarət və şəfaətin bizlərə nəsib eləsin. Və qiyamət günü onun özünü ziyarət eləməyi həm dünyada, həm qiyamətdə bizə nəsib eləsin. Həzrət İmam Rıza əleyhissalam 55 il yaşayıb. 55 il ömrü olub. Onun 52 ili Mədinə, 3 ilini Xorasanda keçirdib. Son 3 ili Xorasanda olub, Məşhəddə olub. Və orada gəlişinin əsas səbəbkarı Abbasi xəlifəsi Məmunun hilələri, planları olur. Amma İmam Rıza əleyhissalam da əlbəttə gəlişi ilə də belə onun hilələrini özünə qaytardı. Onun planı, hiləsi baş tutmur ki, o bir tarixi bir söhbətdir. Bir vaxt nəsib olar o tarix haqqında danışaram. Və Mədinədən çıxanda oğlu İmam Cavad, yəni 9-cu imamımız 5 yaşı var idi. Şeyx Müfid deyir ki, imamın bir dənə övladı var idi, o da İmam Cavad idi. Bir dənə övladı olub, bu da İmam Cavad, bitdi. Və onu qoyur orada, çıxır, gəlir Xorasana. Bəli, İmam Rızanın əleyhissalamın bacıları var. Bir bacısını da Allah lütf edib bu xalqa. Qəbri Azərbaycandadır, Bibi Heybət, Həkimə xanım. Allahın nə lütfu var bu xalqa, şükür olsun Allaha ki, İmam Rızanın bir bacısı bizdədir, bu torpaqlardadır. Və Allah onun da
doğru dürüst tanıyıb, mərifətlə tanıyıb ziyarət edənlərdən bizlərə qərar versin. Çox bərəkətli ünvandır, bərəkətli yerdir, mübarək yerdir o yer, sözün əsl mənasında. Ki, duaların qəbul olan yeridir ora. O şəxsiyyəti vəsilə eləyin Allaha, o şəxsiyyətdən istəyin, o dua eləsin sizi. Böyük bir şəxsiyyətdir ki, mən onun haqqında çıxış eləmişəm, yazsaz elə, YouTube-da yazsaz çıxacaq Həkimə xanım haqqında. İnşallah onu dinləyərsiniz. Bu öz yerində. Ravi deyir ki, gördüm İmam Rıza əleyhissalam Mədinə şəhərində Peyğəmbər qəbrinin kənarındadır. Peyğəmbərlə ziyarət edir Peyğəmbəri və vidalaşır Peyğəmbərlə. Və vidalaşdı, bir neçə addım getmişdi, təzdən qayıtdı deyir. Gəldi yenə Peyğəmbərlə danışdı, salam verdi, nələrsə dedi, sözünü dedi imam. Və biraz getmişdi, yenə qayıtdı. Sanki qayıtmaq istəmirdi. Peyğəmbər qəbrindən uzaqlaşmaq istəmirdi. Və orada Peyğəmbərlə dərdidər eləyir. Oradan çıxanda belə bir cümlə dedi. فَإِنَّ أَخْرُجُ مِنْ جِوَارِ جَدِّ La, sən şahidsən, mən elə bir yerdən çıxıram, gedirəm ki, Peyğəmbər qəbrinin kənarından gedirəm başqa bir ölkəyə. Və əmutu fi qurbə. Qürbətdə ölərəm. Və udfənu fi cəmbi Harun. Mənim yanımda Harun Rəşidin eləyərlər, dəfn eləyərlər. Bilirsiniz, Harun Rəşidi gətiriblər, İmam Rıza'nın yanında dəfn eləyiblər. Yaxınlıqda yəni. Əvvəldən deyir bunlar İmam Rıza, yəni əvvəldən sanki deyir ki, mən buradan çıxıram və bilirəm ki, orada şəhadətə yetişəcəm. İndi axırda bir hədislə deyərəm sizə ki, Peyğəmbər öz əvvəldən demişdi ki, necə olacaq hadisə. Xülasə, keçir oradan. Məmun ki, bir dənə karvan hazırlayır və karvan göndərir ki, İmam Rıza'nı gətirsinlər və tapşırıq da verir. Məmun ki, çalışın, ehtiramını qoruyun, hörmətlə, izzətlə gətirin. Harada hissədə dayandı, dayansın. Harada istirahət eləməksə, istirahət eləsin. İbadət eləməksə, ibadət eləsin. Deyməyin ona. O da onun bir hiləsi idi. İmam Rıza'nı sevən deyildi. O, sadəcə imamı gətirməklə bir planları var idi ki, biri bu idi ki, onu gətirib öz vəliyyə əhd eləməklə, belə ki, yəni məndən sonra sənsən, sanki özlərinə legitimliyi qazandırmaq istəyirdi ki, biz əgər səhv olsaydıq, imam bizi qəbul eləməzdi ki, və yaxud imamın o müqəddəsliyini itirmək istəyirdi, və yaxud öz pis işlərinə şərik eləmək istəyirdi, və yaxud imamın belə təqdim eləmək istəyirdi ki, bunlar bizim tayımızdır, dünya yoxdur əllərində deyənə belə danışırlar, bax, dünyanı versək nələr eləyərlər. Amma bunların heç biri, çox deyə amillər səbəblə, bunların heç biri baş tutmur. Axırda məcbur qalır, zəhərləyir. Məcbur qalıb İmam Rıza'nı zəhərləyiblər. Biz oradan keçək, bu karvan yolla ki, çıxır, yolda hadisələr var. Orada olanlar, izləyənlər var, deyir ki, bir də gördük, bir yerdən keçirdik, bir ağlaşma düşüb. Bir kənddir, bir kənddə ağlaşma düşüb. Bir cənazə vardı. Cənazə cavan bir insan idi. İmam Rıza deyir, dayandırdı karvanın, düşdü o atdan, o dəvədən, gəldi, o cənazəni qucaqladı. Ana balanı qucaqlayan kimi qucaqladı. Biz diqqətlə belə baxdıq. Sonra bir hədis dedi, bir mömin dünyasını deyişə. Onun cənazəsində əgər insanlar iştirak eləsə, Allah günahlarını bağışlayar. Bir möminin cənazəsində gedəsən, bu niyyətlə iştirak edirsən, Allah günahları bağışlayar. Sonra deyir, gəldi onu qəbrə qoydu. Qəbrə qoyandan sonra dayandı qəbrinin kənarında. Qəbrə qoyular daha doğrusu, dayandı qəbrinin kənarında. Orada deyir, üzün tutdu, dedi, qəbr sənə mübarək olsun, cənnət sənə müjdə olsun. Dedilər, ağa, sən bu yerdən keçməmisən, heç bunu görməmisən. Bunu hardan tanıyırsan ki, sən bu qədər? Dedi, yox, biz bizi sevənləri tanıyırıq, biz bizim tərəfdarları tanıyırıq, olan əməlləri həftədə 2 dəfə bizə gələr. Quranda da ayəsi var, İ'məlu səyyərallah əmələkum və rasuluhu vəl-mu'minun. Sizin əməllərinizi müşahidə edənlər var, baxanlar var əməllərinizə ki, mən buna izah vermişəm. Əhl-i Beyt Quranda belə bir mövzum ki, oldu, Ramazan ayında 30 gün ki, danışdım, orada izah vermişəm bu ayəni. Ora baxarsın inşallah. Ana balanı qucaqlayan kimi qucaqladı. Rauf imamdır. İndi İmam Rıza'nın hərəmində olanlar hiss eləyib yəqin ki, adam hərəmə çatanda elə bilirsən imamın rüfəti səni qucaqlayıb. Elə bil ağuşu alıblar səni. Adam hiss eləyir.
Bir alimə dedilər, axı, bütün imamlar Raufdur da, niyə məhz İmam Rızanın ləqəbi Raufdur? Dedi, İmam Rızanın hərəmində daha çox hiss olunur ona görə. O da Allahın bir xüsusi lütfüdür. Adam girəndə hiss edirsən ki, səni qarşıladılar. Elə ziyarəti oxuyan kimi ilk sözlərdə görsən ki, qəbul ediblər səni. Elə bil aparırlar səni, müşayiət edirlər. Belə tutublar əlindən gəzdirirlər səni. Bu cür nə insan girir İmam Rızanın ziyarətinə, bu cür nə çıxır? Yəni ki, müşahidə eləmişsiniz. Bəli, deyir, yol boyu bir neçə yerdə deyir, dayandı. Və orada müəyyən duaları, namazları var idi, öz yerində etdi. Ravi deyir, mən müşahidə edirdim ki, hər gün İmam Rıza 10 cüz Quran oxuyurdu. 10 cüz Quran 30 cüzdür. 10 cüzün oxuyurdu. Yəni, Quranla bu cür ünsiyyət tapır. Hərdən baxırsan böyük şəxsiyyətlərin həyatına, indi kiməsə deyəndə gündə 5 vərəq Quran oxu, deyir ki, vaxtım var bəyəm, sən görmürsən, nə qədər işə, gücə başım, qarşım. Vallahi, o şəxsiyyətlərin, alimlərin həyatına baxırsan, məsumların həyatına baxırsan, onlar da bekar olmayıblar ki. Onların da işi bir nə qədər olub. Amma hər şeyi çatdırıblar. Hər şey çatdırıblar, hər şey qaydasında gedib. O bir nəfər deyir, namazı qılan kimi tez səcdəni örtdü, qaçdı. O birisi qayıtdı onu ki, nə oldu? Bir deyən xanım Zəhran zikir elə də. Dedi, valla işlərim o qədər qarışıqdır ki, çatdıra bilirəm ki. Dedi, o zikir eləmir, sonra ki, işlərin qarışır. O zikir eləsən, Allah ömrü və saat və bərəkət verər, işlərin qarışmaz. Sonra 2 dəqiqədən kesirsən, güya 2 dəqiqə ilə iş fəal edirsən. O 2 dəqiqəni kesirsən deyir, Allah 24 saatın bərəkətini götürüb. Biz elə bilirik ki, hər şey elə bu materiyadan ibarət deyir ki, bu buranın saatları deyir ki, oranın bir təsiri var o mələkutun. İmam 10 cüz Quran oxuyurmuş. Və deyir, gecə namazını tərk eləmirdi, o şəxsiyi gördüm. Gecə namazını tərk eləmirdi. Namazın vaxtı çatanda, vaxtında saxlayıb namaz qılırdı. Namazın vaxtını gecikdirmirdi. Və hər namazdan sonra da siz bunu eləyin. Neçə dəfə deyirsiniz, deyin. Namazı bitirəndən sonra 100 dəfə şükran lillah deyərmiş. Allah sənə şükür, Allah sənə şükür. Şükür eləyirdi. Hətta bir dənə hadisə deyim sizə. Bir nəfər gəlmişdi, sahibi idi, yəni bir din nümayəndəsi idi, alim idi. Gəldi imamla elmi bir dənə bir diskusiya, elmi müzakirə getdi, söhbət getdi. Söhbət uzandı. Maşallah da imamın elmi ki, para söykənir qeybə. O dedi, imam dedi, axırda elə bir yerə yetişdi ki, daha imamın bu mübahisədə qələbəsinin astanasındadır. Bir dənə də söz desə artıq o şəxs daha uduzdu, məğlub oldu. Elə onu demək istəyirdi, azan gəldi. Azan verildi. Biz olaq, Allah bizi də hidayət eləsin. Deyər, bunu da deyim, sonra qılarıq. Məsələn, bunu da eləyim, sonra İmam dedi, yox. Nusalli və nəud. İnşallah namazı qılaq, qayıdıb söhbət edərik. Diqqət elədiniz? O astanada, o anda insan elə işin dayandıra, bacara dayandıra bilirsə, dayandıra, nusalli və nəud. Çünki o anda adam başqa işlə məşğul, işi də bərəkətsiz olur, biləsiniz. Allah qurban olduğum belə bir qaydalar qoyub, o da bərəkətsiz olur. Hər şeydə süni manilər yaranmağa başlayır. Nə də olsa da elə bərəkəti də gedir. Hətta şirin söhbət şirinliyini itirir. Ülfət gedir, lütf gedir. Yine zəruri istisnalar olar, onunla işim yoxdur. Amma çalışın, buyururlar ki, özümə deyirəm və sizlərə deyirəm ki, namaz azan verildi, neynəsiz, neynəyək? Əvvəl vaxt qılmaq. İmamın xüsusiyyətlərindən biri idi. Namazı çox diqqət edib bu məsumlarımız. Mən sizə bir dənə hədis deyim. İmam Sadiqdən də can üstündə olanda deyir bu sözü. Deyir, bizim şəfaətimiz yetişməz o insanlara ki, namazı yüngül sayırlar. Biz nə deməkdir? Yəni, daha qiyamətdə əlimizi çəkərik olan üstünə. O kəslər ki, namazına yüngül yanaşır, deyir, şəfaət eləmərik. Hədisdir, istəxaffə. Namazı yüngül saymaq. Da süfü qəzaya vermirsən, get qəzasını qıl da. Məsələn, lazımsız yeri namazın zöhrü verim qəzaya, əsr verim, belə şey olar. Namaza yüngül sayanlara şəfaət olmaz. Hətta Qurandan bir dənə çıxarış edirəm sizə. Çox maraqlıdır, Müddəsir surəsindədir bu ayələr, oxuyarsınız inşallah. Buyurur ki,
kullu nəfsin bima kəsəbət rəhinə. Hər bir insan, ayə deyə, əməllərinin girovundadır. Yəni, etdiyi günahlarının əsiridir. Girofundadır, yəni əsiridir. Allah Teala bir yerdə buyurur, əxatət bihi seyyiatuhu. Günahlar gəlir insana əhatəyə alır. Olursan əsir. Əsir nə mənada? Daha günahı etməyə bilmirsən. Özündən deyib, bacara bilmirəm. Günah xüsusiyyəti budur. Ayədir bu. Kullu nəfsin bimə kəsəbət rəhinə. Gəldi ki, elə ki, insan o yerə yetişdi, günahın əsiri oldu. Günah bütün vücudunu əhatəyə aldı. Günahın əhatəsində daha ömrünü keçirtdi. Nə baş verər? Nə baş verməlidir, o baş verər. Deyəcəm. Sonra deyir, bütün insanlar bu cür nə əsirdir, amma illa əshabul yəmin. Bir qrup insanlar var, onlar istisnadır. Onlar əshabul yəmindir. Əshabul yəmin nədir? Bir mənası budur ki, əməlləri əməl dəftəri sağ əlinə verilənlər. İndi izah verəcəm. Bunlar ki, indi buradan çıxıblar, fi cənnatin, cənnətə daxil olublar, yətəsaalunə ənil mucrimin. Başlayırlar cəhənnəm əhli ilə bir diyaloq qurmağa. Biləsiniz, cənnət əhlinin, cəhənnəm əhli ilə bir diyaloqları var, söhbətləri var. Bir cəhənnəm əhlinin cəhənnəm əhli ilə söhbəti var. Kim ki onu cəhənnəmə aparıb atıba, ona görə gəlib düşüb cəhənnəmə, ondan söhbəti var. Deyib, sənə görə bədbəxt oldum mən. Onlar görüşürlər orada, tapırlar bir-birlərini. Qurban olduğum cəhənnəm elə bir yerdir ki, hər tərəfi pisdir, adamın zəhləsi getdiyini gətirib başın üstündədir. Kimi görmək istəmirsən oradadır. Yaxşı. O ki, bunu bu günə qoyub, o da gəlib bundan yan-bayandır. Bu ona sual verir, ayə deyə, o mövzum oradan olaya yazmamışam. Deyir ki, siz bizi bu günə qoydunuz da. Siz elədiniz, bizi bədbəxt elədiniz də. Azdıranlar nə deyir indi bunlar, ha? Deyir, elə mən mənasını deyirəm, sizin canınızda yox idi da. Sizin canınızda az yox idi. Biz çağırdıq, siz də qaça-qaça gəldiniz. Mənə gələk tapıydınız, hə? O qədər sənə çağıran vardı, gedmədin o arxasına, gəldi düşdü mənim arxamca. Bunlar bir diyaloqudur, Qurandadır, mövzudur. İnşallah bir vaxt danışaram o ayələri sizə. Mənim mövzum o deyil. İndi cənnət əhli cəhənnəm əhli ilə danışır. Buyurur ki, o kəslərə ki, cəhənnəmdədir, daha əməllərinin əsiri olublar, cənnət əhli üzün tutur onlara. Deyir ki, ma səlakakum fi səqər. Sizin səqərdə nə işiniz var cəhənnəmdə? Nə işiniz var sizin? Sələkə sözü ərəb dilində, yəni tədricən insanın uçuruma getməsi, bataqlığa getməsi, asta-asta. İnsan asta-asta iman yığır, insan asta-asta da küfrə tərəf hərəkət edir. Tədricən. Bu itirir, onu itirir, onu itirir, bunu itirir. O bağlılıqları asta-asta şeytan qırar, müğayət olun. Mesela dualar ki var, oxuyurdunuz, onları tərk eləmiş, o bir bağlılığınızdır ki, itib. Quranla ünsiyyət ki, saxlamısansa, o bir bağlılıqdır, itib. Əhl-i beytlə bir dərd edirdin, danışırdın, o dayanıbsa itib. Bu tədricən insanın üst tutmasıdır, uçurma. Sizin burada nə işiniz var, niyə gəldiniz, düşdünüz bura? İlk sözləri budur. Buyururlar ki, deyirlər ki, ləm nəku minəl musallim. Biz heç namaza yəni biganə olduq. Təəssüf. Namaza biganə olduq. Namazı diqqət eləmədik. Namaz mühüm məsələdir, mənim qardaşlarım, mənim bacılarım. Ay, məsələn, filan xeyri işi ilə məşğulam, inşallah Allah əlimdən tutar. Ay, məsələn, oğlumu namaza gətirmişəm. Ay, kişi deyə qadın olsa evdə qılır. Onlar hamısı özü üçün qılır. Onlar heç bir sənin əlindən tutmayacaq. Namazından müğayət ol. İlk sözləri budur. Biz neynəmədik? Namaza bu cürünə yanaşdıq. İkinci, vələm nəku nut'imul miskin. İkinci sözləri budur ya. Biz miskinləri yedirtmədik. Biz elə yedik, yedirtmədik. Biz əl tutmadıq miskinlərin, əlindən tutmadıq. Kömək eləmədik.
İnsan gərək həyatını yalnız özünə, ailəsinə əsir eləməsin. Məsumların həyatı biz üçün bu mənada nümunədir və örnəkdir. Həqiqətən. Nümunə və örnəkdir. Yəsə İbn Həmzə adlı bir şəxs deyir, imamın yanında oturmuşduq, bir nəfər gəldi, qapını döydü və dedi, mən yolda qalmışam, getmişdim karvanla ziyarət eləməyə, həcci, indi qayıtmışam, pulu bu qədər hesablamamışdım, əlimdə olanlar əlimdən çıxıb, imkanım qutarıb, hamısı xərcləmişəm, qalmışam çətin vəziyyətdə. Deyir, gördü, imamımıza getdi, otağın, o birisi otaqdan nəsə götürdü, gəldi, əlini qapıdan belə çıxartdı, belə, İmam Rıza aleyhissalam əlini qapıdan belə çıxartdı, baxmadı onun üzünə. O da oradan götürdü. Yanındakı dedi ki, ağa belə niyə elədin ki? Dedi, istəmədim üzü üzümə baxsın, utansın gözləri gözlərimdən. Çünki o biraz fərqli insan idi, görünən bu idi. Utanan adam imiş. Bəzi adamlar utanmaz da, belə rahat istəyir. Adam var, bir dənə səndən istəyənə qədər da ölüb axırda istəyir. Ona görə həssas yanaşasan. İstəmədim onu olsun. Gözləri gözlərimə baxsın, özü mənə baxsın. Utana-utana elə qapıdan verdim ki, rahat geçsin. Çünki gözdə həya çoxdur, çox utanır. Hətta İmam Hüseyndən bu deyim sizə, İmam Hüseyin əleyhissalama qurban olun, məhərrəmliyi də gəlir öndə. Həzrət İmam Hüseynin deyib, biri gəldi, o da yazmışdı məktuba. O belə deməyi, dərdini məktuba yazmışdı. Gəldi məktubu verdi imama. İmam məktubu oxumadı, tez verdi ona nə lazımdır. Dedilər, ağa, niyə oxumadın? Dedi, bildim nə varını yox. İstəmədim məktubu oxuyana qədər o ayaq üstə qalsın. O qədər istəmədim o ayaq üstə saxlayayım. İmam Hüseynin sözüdür. Onlar çox raufdurlar imamlarımız. Valla, bizim imamət bir başqa cürdür. Bir başqa cür davranırlar insanla. İnsanla ünsiyyətləri tam fərqlidir. Biz dost ola bilsək, hər şey həll olar. Biz onlarla ünsiyyət qura bilsək, tutumumuz qədəri alarıq. Tutumumuz qədəri. Hərə öz tutumu qədəri onlardan bəhrə əldə edəcək. Nə qədər bacarsınız, ruh böyüksə, böyük neymətləri qarşılayırsınız. O deyir, Əbu Həbib adlı Nəcavi, Əbu Həbib Nəcavi adlı bir insandır. Deyir, yuxuda gördüm ki, hamı bizim məscidə axın eləyir, qaça-qaça gedir. Dedim, nə olub? Dedilər, Peyğəmbər gəlib məscidə. Deyim, mən də gəldim, çatdırdım özümü. Gördüm, Peyğəmbər oturub məsciddə bir yerdə, qabağında da bir səbət, içində nə qədər xurma var. Gəldim, salam verdim Peyğəmbərə. Peyğəmbər də mənə salam verdi. Sonra xurma çıxartdı, verdi mənə. Mən xurmanı götürdüm. Götürəndən sonra saydım, gördüm 18 dənə xurmadır. Dedim, niyə 18-dən, niyə məhz 18? Öz-özümə deyib, belə dərd gəldi mənə ki, dedim, bəlkə 18 gün ömrüm qalıb. Ona görə 18-dir. Bu şəxsin özü tarixdə Əbu Həbib Nəcavi adlı adamdır. Hansı yolda yaşayır? Xorasana gedən yolda, Məşədə gedən yolda bir kənd imiş, o istiqamətlərdə, belə deyək. Orada yaşayırmış, deyim, mən də öz-özümə fikirləşirəm, görürsən nə məsələdir, bu 18 nə deməkdir, dərddə götürüb mən olubsun 18 gün qalıb və s. Onu gördüm ki, üstündən bir 15 gün keçdi, bir neçə gün keçdi, bir də gördüm, dedilər ki, cəmaat hamı həmən məscidə qaçır. Dedim, nə olub, nə məsələ? Dedilər, İmam Rıza gəlib. Axı, İmam Rıza da bilirsiniz, Mədinədən yüz tutmuşdu Məşədə. Deyim, mən də qaça-qaça gəldim. Heç kimə danışmışım, heç yuxumu ki. Qaça-qaça gəldim, gördüm, Peyğəmbər oturduğu yerdə oturub İmam Rıza. Peyğəmbər oturduğu yerdə oturub İmam Rıza. Və həmən səbət qabağındadır. Xurmalar da oradadır. Çıxartdı oradan mənə xurma verdi, mən xurmaları götürdüm, sevindim, saydım, gördüm, Allah şahid elə 18 dənədir. Yaxınlaşdım təzədən İmam Rızaya, dedim ki, ağacan, dedi, hə, dedi, biraz artıq verərsən. İmam buyurdu ki, cəddim artırsaydı, mən də artırardım. Yəni, onu yuxusuna qədər dedi, cəddim artıq versəydi, mən də verərdim. Hələ o qədər ki, sənə verilib 18 bəsündür. Adam hələ bəzi vaxtlar o tutumu qədərdir. Bizlərdən dedik, onun niyə o qədər, mənə bu qədər? Buna heç dönüş eləyən yoxdur ki, bəlkə də mənim tutumum bu qədərdir, bundan çox alsa itirərəm özümü. Hələ gözü adamın gəlir, orada burada qalmıyor. Bir özünə bir dənə özünü çevirsə, başa düşəcək ki, ola bilsin, məsləhətim bu qədərmiş. Məsləhətim bu qədərmiş. Bunların ünsiyyəti bu cürünə, rəftarı bu cürünə, insanlarla davranışı bu cürünə.
Mən gəlirəm ayəyə, siz burada nə işiniz var? وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ Biz miskinlərin əlindən tutmamışıq. Miskinlərin əlindən tutmamışıq. Üçüncü xüsusiyyətləri neymiş? 4 dənə xüsusiyyət sayırlar. Kunna nəxuzu mə'al xaizin. Tərcümə edeyim. Deyir, bizim bir dənə xüsusiyyətimiz var idi. Harda pislik olsaydı, ora qaçardıq. Elə bir ki, belə adamlar var da, yəni yaxşı yola addım ata bilmirlər sanki. Harda pis adam var, yem o tapacaq. Olduğu yerdə bir dənə xarab adam var, onu da yem o tapacaq. Harda pis var, onun rənginə boyanacaq. Sonra oradan çıxacaq ki, başqa pis tapacaq. Müxtəlif günlərdə müxtəlif şəkillərə düşəcək. Müxtəlif rəngləri alacaq. Kunna nəxuzu mə'al xaizin. Bizim bir dənə belə bir dənə xarab xüsusiyyətimiz vardı. Ki, tez xarab olurduq. Dördüncü nədir? Buyurur, dördüncü xüsusiyyətimiz buydu. Kunna nükəzzib biyevmiddin. Qiyaməti qəbul eləmirdik. Kim deyir qiyamət? Boş-boş söhbətdir deyir. Bizim bu dördüncü xüsusiyyətimiz bu idi. Qiyaməti qəbul eləmək. Gəldi iş, amma o yerə çatdı ki, hətta atanəl yəqin. Yəqinə yetişdik ki, qiyamət var da öləndən sonra cəhənnəm için adam yəqinə yetişər də. Hünər budur ki, cəhənnəmdə başa düşürsən qiyamət var. Cəhənnəmə düşmüş bir cəhənnəm var, getmədi o tərəfə. Amma Allah nə deyir? Deyir, bu qrup insanlara fəma tənfəuhum şəfaətu şafiin. Şəfaət eləyənlərə də şəfaət eləməsi fayda verməz. Görünən budur ki, fayda verilən tərəf var. Bir qrup insanlara şəfaət verənlərə şəfaəti xeyir verəcək. Yəni, indi ola bilər, günahımız olar, nöqsanımız olar, xətamız olar, namazama diqqətimiz var, miskinlərə diqqətimiz var. Belə olsa, buyurur, orada bəli, əldən tutarlar. Yox, belə olmasa, bu 4 dənə xüsusiyyət şəfaət də yoxdur heç. Bu Quran ayəsidir. Onlar ki, əməlinin əsiri oldular, pisliyin əsiri oldular, onlar nə qədər eləsələr də belə deyək də, nə eləsələr də oradan da çıxış yoxdur. Vəziyyət başqa cürdür. Mən İmam Rızıdan danışırdım. İmam Rızı aleyhissalamın namazı olan diqqətindən. Onun üslubu, sirələrindən biri bu idi. Namazın əvvəl vaxtdan diqqət eləyirmiş. Əvvəl vaxt yəni azan verildi. O vaxt insan namazına diqqət eləyən namazını qıla. Böyük ariflər deyir ki, 40 gün namazı vaxtında qılsan, sən değişilərsən. Mümkün deyil ki, değişilməyəsən. Mümkün deyil ki, mənəviyyatı təsir görməyəsən. Başqa yol yoxdur. Və İmam Rıza aleyhissalam haqqında bir iki dənə hədis deyim sizə. Həzrəti İmam Rıza aleyhissalam haqqında Peyğəmbərimiz əvvəldən demişdi. Sətudfənu bəzətun minni bi Xorasan. Mənim bir param Xorasanda dəfn olacaq. Bir param. Bu sözü bir işlədib Həzrəti Zəhra üçün çıxıb qabağıma. Bəzətun minə. Zəhra mənim bir payımdır, canımın bir payıdır. Bir dənə də İmam Rıza üçün çıxdı qabağıma. Hər halda o birisi imamlara istinad vermək olar, nisbət vermək olar. İşim yoxdur. İmam Rıza mənim canımın bir parçasıdır. O dəfn olacaq harda? Xorasanda. Davamına baxın. Ma zarəha məkrub illa nəffəsallah əzzə və cəllə kərbəhu. Dərdli adam, qəmli adam gedib İmam Rızanı ziyarət eləsə, Allah dərdini, qəmini götürür inşallah. Bu Peyğəmbər vədidir. İmam Rızanı kim ziyarət eləyə, dərdini, qəmini neyər? Allah Teala götürər. Və la muznim illa qəfərallahu ləh zunubəhu. Peyğəmbər buyurdu, günahkar getsə o qapıya, Allah günahlarını təmizləyər. Pak bir dənə yerdir. Sonra İmam Əli salamdan deyim. Səyyuqtəl raculun min voldi bi ərdi Xorasan. Mənim balalarımdan biri Xorasanda dəfn olar. Biz səmmi, zəhərləyərlər onu. Zulmən, zülm eləyərlər ona. İsmuhu ismi, adı adımdır. Adı Əlidir də. Əli ibni Musa Rıza demirik. Əlidir adı. Rıza ləqəbidir. Rıza ləqəbidir. Bir mənası budur Rızanın ki, kim qapısına getsə razı salar. Razı göndərməz. Bir mənası budur ki, Allahdan razıdır. Bir mənası budur ki, Allah ondan razıdır. Bir mənası budur ki, İmam Rıza kimdən razı olsa Allah ondan razıdır. Rıza ləqəbdir. Adı Əlidir, adı adımdır. Yaxşı. Aha, ismu əbihi, atasının adı. Atasının adı nədir?
Musa ibn Cəfər. Deyir, atasının adı İsm Musa ibn İmran. Musanın adıdır, Musa Peyğəmbərin adıdır. Əla fəmən zarəhu fi qurbətihi. Kim qürbətdə onu ziyarət eləyə. Xəfərəllahu ləh zunubəhu ma təqəddəmə minha və ma təəxər. Allah günahlarını bağışlayar. Allah günahlarını bağışlayar. Yaxşı. İmam Rauf imamdır. İmam bərəkətli vücuddur. İmamınla ünsiyyət qurmaq elə uzaqdan uzağa da mümkündür. Yol açıqdır. Kim rabitə qurmaq istəyir, kim ünsiyyət qurmaq istəyir. Elə imkan olmadığı təqdirdə uzaqdan da salam verəm. Əssəlamu aleykə ya Əli ibn Musa Rıza. Salam verim İmam Rıza aleyhissalama. Və ondan istəmək ki, sizi bizi dua eləsin. Onun duası çox təsirlidir insan həyatına. Hələ xüsusda çalışın, getməmiş də burada da Batısını ziyarət edin. İmamın Həkimə xanımı ziyarət eləmək. O da bizə bir İmam Rızanın əmanətidir. Yəni, o əmanətə doğrudan da necə münasibətimiz var görəsən. Necə diqqətimiz var o xanıma. Özü bir dənə sualdır. Adama imam deyər bu sözü ki, bacım oradaydı. Düzdür? Ona görə Həkimə xanımla da ünsiyyət qurmaq Allah nəsib eləsin inşallah bizə. Allah günahlarımızı bağışlasın. Allah dualarımızı qəbul eləsin. Allahumma inna nəs'əluki və nəd'uki bismikəl əzizil əzəm əl-əcəllil əkrəm. Allah sənə and verirəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və bu əllər ki, sənin dərgahına qaldırmışıq. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zühurunu təcil elə. Allah bağışlamamış biz bu dünyadan aparma. İlahi İmam Rıza ziyarətin bizlərə nəsib elə. İmam Rıza şəfaətin bizlərə nəsib elə. İlahi və Rəbbim bizi Əhl-i Beytündən və Qur'anından və Hüseynindən ayrı salma. İlahi nəslimizdə Əhl-i Beyt düşməni qərar vermə. İlahi bi haqqı Fatimə öndə məhərrəmlik gələcək o günləri yaşamaq tövfiqatın bizlərə nəsib elə. İlahi bizi bir digərimizə rauf, mehriban qərar ver. İlahi bizi dini və xadim olanlardan qərar ver. İlahi bizi bu yolda sabit qədəm olanlardan elə. Allahım xəstələrimizi tezliklə şifayı acil nayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezliklə həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbbim, o kəslər ki, bizə xəbər göndəriblər, dua istəyiblər. Ekran qarşısında əyləşənlər var. Allahım, onlar da əllərini sənin dərgahına qaldırıblar. Onların dualarını onlardan qəbul elə. Şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə. Onların yaxınları, övladları, ailələri, qəlblərinə hüzur və aramlıq nazil inşallah. Peyğəmbər və Əhl-i Beytinə salavat zikr. Sallallahu Muhammed.